اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسولنا وحبيبنا وحبيب إله العالمين الذي سمي في السماء بأحمد وفي الأراضين بأبي القاسم المصطفى محمد. وعلى علي أمير المؤمنين، وعلى فاطمة الزهراء سيدة نساء العالمين، وعلى الحسن والحسين سيدي شباب أهل الجنة، وعلى علي بن الحسين، وعلى محمد بن علي، وعلى جعفر بن محمد، وعلى موسى بن جعفر، وعلى علي بن موسى الرضا، وعلى محمد بن علي، وعلى علي بن محمد، وعلى الحسن بن علي العسكري، وعلى المهدي المنتظر صاحب الزمان. صلى الله على عجل الله تعالى فرجه الشريف، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق، ومن شر غاسق إذا وقب، ومن شر النفاثات في العقد، ومن şerri hasidin iza hasad. Sadakallahul aliyyul azim. Allah bendeleri, evvel özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah zamana imamının zuhurunu tezləşdirsin, bizi o zuhura hazıranlardan qərar versin. Zuhuru yubadan günahlarımızı, təqsiratımızı əff eləsin. Allah təbarək və Teala hər birinizin oruc və namazını qəbul eləsin. Məscidimizin xidmətində olanların, xüsusən bu təmir məsələlərində çox zəhmət çəkənlərin, Allah zəhmətlərini, ihsanların qəbul eləsin inşallah. Mənim ürəyimcə olan bir məsələni deyim, indi gördüm, sonra başlayayım xütbəyə inşallah. Adətən bizə rivayət varımızdır ki, İmam-ı Zaman əleyhissalamın adını çəkəndə qalxarlar ayağa. Niyə görə qalxarlar? Çünki bir dənə İmam-ı Zaman əleyhissalamın zuhuruna olan əməli əqidədir. Deyirsən, öz qalxmağı ilə deyirsən ki, ağa, sənin adın gələndə mən qalxıram, özün gələndə bil ki, ayaq üstəyəm. Haçan gəlsən, mən qalxacam, sənin yanında olacam. Amma Allah imanınıza bərəkət versin ki, Peyğəmbərin adından 14 məsum adın gələndə ayaq üstə bunu qarşılayırsa, bu Peyğəmbər və əhl-i beytinə olunan dərin məhəbbət və ehtiramdır. Allah hörmətinizi artırsın, Peyğəmbər və əhl-i beytindən dünya və axirətdə ayrı salmasın. Quran-ı Kərim, elə nə danışım, nə deyim, Quran-ı Kərimi açanda bir ayə ilə Ali İmran surəsi 55-ci ayə çıxdı qarşıma. Özümə vəzifə bildim ki, bu Quranın baharı olan Ramazan ayında cümə xütbələrində Qurandan bəzi ayələrin təfsiri ilə inşallah xidmətinizə gəlim. Həmin ayə buyurur: Əuzu billah və məkəru və məkərəllah vallahu xeyrul makirin. Onlar məkr elədilər, hilə gəldilər. Allah da məkr elədi. Allah məkr eləyənlərin ən xeyirlisidir. Bu nə ayədir? Məkri həmişə biz pis qəbul eləmişik. Allah niyə məkr gəlir? Bu sözün mənası nədir? İstədim bunun barəsində bir izah verəm ki, aydınlıq olsun. Əvvəla məkr iki cürdür. Biri mənfi məkr var, biri müsbət məkr var. Mənfi, yəni pis məkr haqqında bir-iki dənə hədis oxuyaq, bilək məkr nədir? Məkr hilə, şeytanı plan. Allahın məkri nədir, onu deyəcəm. Leysə minna mən məkərə muslimən. Hədis buyurur, imam buyurur, kim müsəlmana məkr eləsə bizdən deyil. Hoqqabaz, hilə gələn bizdən deyil.
Əl-məkru şeytanun fi surəti insan. Hiləgər insan surətində olan şeytandır. Müsəlmanlara hilə gələn insan surətində olan şeytandır. Mən məkərə haqa bihi məkru. Həsrət buyurur, hər kim məkirləsə onun məkri hiləsi özünə qayıdacaq. Bizdə nə deyirlər? Quyu qazan özü qazdığı quyuya düşər. Budur. Məkr insanın özünə qayıdacaq. İnsan belə olduğu kimi görünməli, göründüyü kimi də olmalıdır. Belə bir sözümüz də var. İmam Sadiq ağa buyurur, 3 şey müsəlmanda olmamalıdır. 3 şey müsəlmanda olmamalıdır. 1. Aleykümselam. Thalathun men kunna fihi kunna aleyhi el-mekru ve'n-nektu ve'l-bəği. Hansı müsəlmanda 3 şey olsa, o onun özünə qayıdacaq. Öz başına bir gün keçəcək. 1. El-məkr, hilə, hoqqabazlıq. 2. Ve'n-nekt, əhdə vəfa etməmək, verdiyi vədə əməl eləməmək. Vəl-bəği, bir də zulüm və azğınlıq. İnsan başqasının haqqını tapdalayanda o onun öz əleyhinə qayıdacaq. Həzrət başladı bu hədisdə biri məkirdir, biri zülümdür, biri də vəfasızlıq. Hərəsinə aid bir dənə Quran ayəsi oxudu. Əvvəl oxudu. Əmmə əl-məkru və la yəhiqu məkru səyyi illə bi əhli. Fatir surəsi 43-cü ayəni oxudu. Həzrət buyurdu, elə bir məkir, onu Quranın özün bürüməyən bir məkir yoxdur. Hər bir məkir, hilə onu Quranın özün bürüyəcək. Fatir 43. Əmmən nəqs, amma əhdi sındırmaq barəsində İmam Fəth surəsi 10-cu ayəni oxudu. Fəmən nəkətə fə innəmə yənkutu əla nəfsi. Kim əhdi pozarsa, onu yalnız öz ziyanına pozmuşdur. Əhdi pozanın özü zərər edir həmişə. Əmməl bəği və zülüm, amma zülüm, innəmə bəğyukum əla ənfusukum. Yunus surəsi 23 oxu. Ey insanlar, sizin zülümünüz ancaq öz əleyhinizədir. Zülüm qayıdacaq öz əleyhüyə, yadında saxla. Bu məkrə, məkr sözünə Quran xudə, yuxadi'unəllahə vəllezina amanu. Xudə də deyir, kəyd, innə kəydəhun əzim. Kəyd sözü də deyir Quran. Bunlar mənfi məkirdir, mənfi hilədir. İndi nə müsbəti də varmı? Xudə və məkr sözü nə vaxt Allaha nisbət verilsə, Allah məkr eləyir, o müsbətdir. Allahın məkr və hilə etməsi nədir? Yəni, Allaha və möminlərə olunan hiləni, məkri, o məkr eləyənin özünə qaytarmağına, Allahın tədbir tökməyinə, Allahın planına deyərlər, Allah məkr elədir. Allahın məkrə ehtiyacı yoxdur. Məkr hansı varlıqların işidir? Acizlərin, aciz adam məkr eləyir. Yadınızda olsa Süffeyn müharibəsində Əli əleyhissalamın sərkərdəsi Malikə işlər çatır Muaviyyənin çadırına. Muaviyyə neynədi? Neynədi? Kimin xəbəri var? Quranları niziyə taxtırdı. Bax, ona deyərlər məkr, hilə. Quranın dalında gizlənmək. Quranda məkr sözü əzizlərim 5 yerdə gəlib. 1-ci Nəml surəsi 50-ci ayə. وَمَكَرُوا مَكْرًا مَكَرْنَا مَكْرَهُمْ وَمَا هُمْ عَلَيْهِ بِضَعِيفٍ. Allah Teala buyurur, onlar da hilə qurdu, biz də hilə qurduq. Onların hilələrin alt üst elədik, bu onlara heç bir zərər verməz. Nəml surəsində Süleyman Peyğəmbər o Səba ölkəsini kəşf eləyəndə hüdudun vasitəsilə o Şanapipi getdi, xəbər gətirdi, Bilqeysin ölkəsinin Səba günəşə sitayiş eləyənləri. Süleyman Peyğəmbər onları Allaha imana dəvət eləyəndə saray əyanları Bilqeysin ətrafında məkr qurdular, hilə qurdular. Dedilər, gəlin buna qızıl göndərək. Bilqeys dedi, gəlin bir dənə qızıl göndərək buna bir müəyyən. Əgər bu qızılı qəbul etsə, dünya əhlidir, bunun üstünə hücum çəkək. Bunlar plan çəkirdi burada. Allah Süleyman Peyğəmbərə bir qüvvət verdi. Onların planını alt üst eləmək üçün ta Bilqeys Süleyman huzuruna gələnə qədər bir anda, bir göz qırpımında Bilqeysin taxtın Allah Teala bir möcüzə ilə gətirdi, Süleymanın altına qoydu.
Allah buyurur, onlar da plan çəkirdi. Mən də onların məkrini alt-üst elədim. Salih Peyğəmbərin, həmin surədə Salih Peyğəmbərin barəsində olan məkri Allah Teala danışır. Salih Peyğəmbər imana dəvət edirdi. Gecə yığıldılar, dedilər Salih Peyğəmbəri iki dağ arasında mağarada yaşayırdılar. Salih Peyğəmbəri öldürək. Həmin gecə Salih Peyğəmbər və möminlər nicat tapdı. Allah bir külək göndərdi, o məkr eləyənləri külək götü apardı. Hələ də bilinmir hara gedib. İkinci Qur'an-ı Kərim. Qoy buradan bir nəticələr yazmışam, 2-3 cümlə onu deyim sonra. Pis niyyətin nəticəsi qaçılmazdır. Qardaşlar, müminin niyyəti əməlindən xeyirlidir, hədis buyurur. Adam bir xeyrə niyyət edəndə Allah dərhal onu yazdırır savaba. Gərək niyyət təmiz olsun. Pis niyyətin nəticəsi qaçılmazdır. Kafirin niyyəti əməlindən də pisdir. Allahın izni olmadan hilənin təsiri olmaz. İkinci nəticə bu. Üçüncü, insanların qurduğu məkr heç vaxt uzun ömürlü olmur. Bir yerdə çökür, yerə dəyir. Ayə bu dediyim Nəml surəsi 50-ci ayədə 4 dənə məkr söhbəti gətirir. Başqa misal, Peyğəmbər evin 40 dənə tayfadan 40 nəfər seçdilər Məkkədə. Peyğəmbərin evin müasirə aldılar ki, Peyğəmbəri bu gecə öldürəcəyik. Rəbiül əvvəl ayının ilk gecəsi, Məbid gecəsi, Peyğəmbəri öldürəcəyik. Amma Allah onların məkrinin qarşısına bir planla çıxdı, onların məkrin alt-üst elədi. Əli əleyhissalam yatdı Peyğəmbərin yerində, Peyğəmbər getdi, bir hörümçək toru ilə Peyğəmbəri müdafiə elədi Sur dağında, Sur mağarasında. Allahın məkri müsbətdir. Növbəti Quran-ı Kərim buyurur, Ənfal surəsi 30-cu ayədə bunu buyurur, bu məsələni. Yadınızda saxlayın, Ənfal 30. Və iz yəmkuru bikəllədinə kəfəru liyuthbituka əv yəqtuluka əv yuxrucuka və yəmkuruna və yəmkurullah və Allahu xeyrul makirin. Yenə Allah bu ayədə 4 dəfə məkir sözünü işlədir. Buyurur, ya Peyğəmbər, kafirlər hilə qurdular ki, səni həbs etsinlər. Ya o gecə həbs etsinlər, ya öldürsünlər, ya da yurdundan sürgün eləsinlər. Onlar hilə qururdu, Allah da hilə qurdu. Allah hilə qurmaqda ən öndədir, yaxşıdır. Hörümçəklə Allah Peyğəmbərin müdafiə elədi. Üçüncü yer, Ali İmran surəsi 54-cü ayə, bayaq oxudum 54 və 55. Allah Teala buyurur ki, və məkaru və məkarallah və Allahu xeyrul makirin. Sonra 55-ci ayədə Allah Teala buyurur, Yəhudilər İsa Peyğəmbəri çarmığa çəkərək öldürmək istədilər. Allah Teala göyə çəkməklə Yəhudilərin planlarını pozdu. Allah daim Yəhudilərin planını pozsun inşallah. İslam aləmi haqqında məkr işlədirlər. Allah planların öz başlarına çevirsin. Trump dünyaya demokratiya adı altında silah çəkir, qoşun çəkir, gəlir bir ölkənin prezidentin oğurlayır, nə bilim nə. Allah təbarək və təala bir yandan xar eləyir. Əgər dünya əhli başa düşsə, kim gör dünyaya demokratiya təbliğ edir? Üzr istəyirəm, uşaqbaz bir kişilikdən xəbəri olmayan bir adam. Allah Yəhudilərin planını pozdu. Allah Teala neynədi? İsa Peyğəmbəri göyə çəkdi. 55-ci ayə bunu bizə belə izah edir. O zaman ki Allah buyurdu, ey İsa, mən səni öz dərgahıma götürəcəm. Səni kafirlərdən paşlaşdıracam, səni özümə tərəf qaldıracam, səni inkar edənlərin zərərindən uzaq eləyəcəm, səni və sənə doğru yolla tabi olanları kafirlərdən üstün edəcəm. Yadınızda saxlayın. Qiyamət gününə də sözdə. Sonra hamınız mənə tərəf dönəcəksiniz, mən sizin aranızda ixtilaf etdiyiniz məsələlərdə hökm eləyəcəm. Allah çəkdi İsa Peyğəmbəri göyə. Xristiyanlar da Həzrəti İsa'nın zuhurunu gözləyir. Hətta deyirlər, zamanın Məhdisi Həzrəti İsa'dır, onu gözləyirlər. Hətta belə bir əqidəyə maliklər deyirlər, gərək biz bu müsəlmanların dediyi Məhdinin zuhuruna mane olaq ki, qoy bizim Həzrəti İsa zuhur eləsin. Amma müsəlmanların əqidəsi nədir? Həzrəti Məhdi sahibəz-zaman əleyhissalam zuhur eləyəndə Həzrəti İsa da eyni vaxtda zuhur eləyəcək. Kəbədə Həzrəti İmam-ı Zaman əleyhissalam qabaqda duracaq. Həzrəti İsa onun arxasında namaz qılacaq, iqtida eləyəcək və xristiyan dünyası bunu görüb hidayət olacaq inşallah.
4-cü və 5-ci də tez deyim izahsız Yunus surəsi 21-ci ayədə Allah Teala buyurur və ədəqnən nasa rəhmətən min ba'di dərra məssədhum lahum məkrun fi ayatina qulillahu əsra'u məkrən innə rusulana yektubuna ma təmkurun. Müteala Allah buyurur, insanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət, asudəlik dadızdıraraq dərhal hilə qurmağa girişərlər deyə Allah daha tədbirlidir. Şübhəsiz ki, məkirlərinizi Allah Təbarək və Teala'nın elçiləri, mələkləri yazırlar. Deyir, bir sıxıntı olanda ya Allah deyirsən, elə ki, rahatlıq verdim, hər şey düzəldi, məsələn, imkan verdim, başlayırsan Allah bəndələrinə hoqqa qurmağa, məkir eləməyə, görüm, neyniyim. Allah buyurur, bilə yazılır. Sən məkir edirsən, mən ondan yaxşısını edəcəm. Və nəhayət 5-ci Rəd 42-də və yəmkurunə və yəmkurullah və Allahu xeyrul makirin. Məkr eləyərlər, Allah da məkr eləyər. Allah məkr eləyənlərin yaxşısıdır. Ramazan ayının səhər duasından yadıma düşdü bu ayələrin təfsirinə. Səhər duasını oxuyanda belə bir cümlə rastıma çıxdı. İlahi la təmkur bi heylətək. Allah, mənə öz məkri, o ki məkirlərə qarşı məkr eləyirsən, onu mənə şamil etmə. Bəs qardaşlarım, nəticə olaraq bu söz deyirəm. Neyniyək ilahi məkirdən amanda qalaq? Allahın o məkirlərə qarşı məkrindən amanda qalmaq üçün nə etmək lazımdır? Bir cavabı var. Məkirdən uzaq olmaq. Hilədən uzaq olsaq, Allahın məkri həmin adamlara şamil olmaz. Ömrü sidq-ü səfayla, düppədürüz keçir desən, özümə deyirəm. Bir dənə məkrə, hiliyə ehtiyac olmasın. Əli əleyhissalama qarşı Muaviyə əmərasın vasitəsilə Quranları çıxardanda Həzrət buyurdu, La uhibbul məkrə və lakinnahu indi məlum. Mən hiləni bilirəm, mən yaxşısını bilirəm, amma heç vaxt hilə etmirəm. Mərd adam hilə eləməz. Yadıma bir dənə cümlə düşdü, onu da ərz edeyim, dua eləyim. Həzrəti Müslim əleyhissalam Kufədə olanda İbn Ziyad girmişdi Kufiyə, Müslim artıq gizlənirdi, cəmaat dönmüşdü Müslimdən. Abdullah ibn Şəkikin evinə və yaxud da Hani ibn Ürvənin evində gizlənmişdi, Haninin evində. Hani özünü xəstəliyə vurmuşdu ki, İbn Ziyad onu çağırıb Müslimin yerini öyrənməz. Deməli sözdür, eşitməli sözdür. Hani dedi Müslim, İbn Ziyad mən xəstəliyimi eşidib, gələcək mənə dəyməyə. Deyəcəm, silahsız gəlsin. Sən də pərdənin arxasında gizlən, mən onun başını qarışdıranda söhbətə öskürəcəm, öskürəndə çıx, diqqəti demək məndədir, çıx arxadan vur qılıcdan, Yezidin oyunları Kufədə bitsin. Yezidin əli ayağı kəsilsin Kufədən. Müslim gözlədi pərdənin arxasında, Hani bunun başını qarışdırdı, o diqqətinin kəskin vaxtında öskürdü. 3 dəfə öskürdü arzulu olaraq, Müslim çıxmadı pərdənin arxasından və İbn Ziyad çıxdı, getdi. Hani durdu, dedi, Müslim, neynədin sən? Nə iş gördün? Niyə çıxıb vurmadın ki, Yezidin oyunları bitər? Dedi, mən istəyirdim çıxam, ona görə də girmişdim, ora qılınc əlimdə. Ancaq mənim yadıma düşdü ki, mənim ağam Əmirül-Mömin heç kimi arxadan zərbə vurmayıb, hətta düşməninə də. 83 döyüş qəhrəmanı olub, həmişə kürəyindən yara olmayıb, nə kürək çevirməyib düşmənə, nə də qaçanı qovmayıb, nə də arxadan heç kimə, özün arxadan vursalar da namərdlər, özü arxadan heç kimə zərbə vurmayıb, yıxılana balta çalmayıb. Mən onun şiyəsiyəm, bəs necə deyərəm, Əli şiyəsiyəm, sonra hilə quraram, məkr quraram, arxadan zərbə vuraram. Azad ruhlu insanlar məkirdən və hilədən daim uzaq olar. Ruhları azad olmayan, şeytanın qulu olan, nəfsin qulu olan insanlar daim ömürlərin məkirlə keçirdərlər, axırda da özləri öz məkirlərində boğulub məhv olarlar. Allah bizi məkirdən, hilədən amanda saxlasın inşallah. Allah İslam dünyasına qurulan məkirləri, hilələri qüdrət əli ilə özü cavabın versin inşallah. Allah zamana imamının zuhuru ilə dünyamızı, gözlərimizi, qəlblərimizi nurlandırsın. Allah Ramazan ayın salamət başa vuranlardan bizi qərar versin. Ramazan ayında ölənlərimizin üzü qara torpaqda, gözləri bizim əlimizdədir. Ölənlərimizin və şəhidlərimizin ruhunu şad eləsin.
qalanlarımızı salamet və əhl-i beyt yolunda sabit qədəm eləsin, xəstələrimizə şifa versin, övlad arzusunda olanlara salih övlad kəramət eləsin, ruzi sıxıntısı çəkənlərə həlaldan minnətsiz bol ruzi nəsib eləsin, borclu olanların borcların xəzinəsindən ödəsin, evləri olmayanlara bərəkətli ev versin, qəriblərimizi vətənimizə salamət qaytarsın, Allah zindanda olan möminləri azad eləsin, sıxıntısı olan möminənin sıxıntısını asanlıqla əvəz eləsin. Cümiyə gələnlərin evlərini abad eləsin, hacətlərin rəva, dərdlərinə dəva eləsin, məscidimizin təmirində, tikintisində zəhmətləri olanların Allah zəhmətlərini ali dərəcədə dəyərləndirsin, dualarımızı bizdən qəbul eləsin, sidq-i ürəklə 3 dəfə denən oruc ağıza, Ya Allah! Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Sadaqallahul aliyyul azim. Danışılan söz